Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Zamanzadə, kurikulum üzrə təlimçi. Bu günləri qruplarda, Telegramda paylaşdığım sualın izahını verəcəm və 100-dən artıq müəllim bu sualı səhv cavablandırıb. Sualın izahına başlamamışdan əvvəl onu qeyd edim ki, bizim tam sıfırdan yeni metodika üzrə çərçivə sənədinə uyğun olaraq qruplarımız açılır ki, bu qruplarda dərslərə qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. İndi başlayaq sualın izahına. Sualda qeyd olunur ki, region təhsil şöbəsinin işçisi Səmaya xanım bildirir ki, hazırlanan özünü inkişaf proqramının təlimini keçəcək şəxslərin yüksək səviyyədə İKT biliklərinə sahib olacaqlar. Bu təlimdən keçmiş müəllimlər kurikulumun hansı prinsipinə əməl etmiş olurlar? Müəllimlərimizin Telegram kanalında faizə baxdım. Həmçinin qruplarımızda faizə baxırıq ki, müəllimlərimizin çoxu ya inkişaf yönümlülük götürüblər, ya nəticə yönümlülük götürüblər. İnkişaf yönümlülüyü hardasa başa düşdüm, ay müəllimlər. Amma burada nəticə yönümlülük nə var ki, nəticə yönümlülük götürən müəllimlərdə üstünlük təşkil edir. Müəllimlər, region təhsil şöbəsinin işçisi Səmaya xanım deyir ki, müəllimlər özünü inkişaf proqramlı təlimdən keçməlidirlər. Bu təlimdən keçən şəxslərin də İKT biliklərinə sahib olacaqlar. Deməli, bu nədir? Bu, dövlətin tələbidir. Çünki təhsil şöbəsinin işçisi deyir ki, bu proqramdan, bu kursdan, bu təlimdən müəllimlər keçməlidir. Əgər müəllim hər hansı bir təlimə gedirsə, hər hansı bir təlimə cəlb olunursa, bu tələb yönümlülük prinsipinə əməl etmiş olur. Siz hal-hazırda mənim videomu izləyirsinizsə, siz elə özünüz də tələb yönümlülük prinsipini həyata keçirmiş olursunuz. Niyə? Tələb yönümlülükdə nə deyir? Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələblərini nəzərə almaq. Dövlət sizdən tələb edir ki, sertifikasiya və MİQ imtahanına hazırlaşın. Siz nəyə görə bu sualın izahını dinləyirsiniz? O tələbi yerinə yetirib hazırlaşmaq üçün. Ona görə sualın doğru cavabı tələb yönümlülük. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.